Ən gözəl muzey. Uşaq hekayəsi. Cəfər müəllim üzünü şagirdlərə tutub dedi: Uşaqlar, olubmu ki, bir yeri gəzəsiz, amma orada olmayasız? Uşaqlardan biri dedi: Məndə olur müəllim, tez-tez haranısa gəzirəm, fərqli ölkələrdə oluram, bir də görürəm ki, yerimin içindəyəm. Sən demə yuxu imiş. Uşaqlar ürəkdən gülüşdülər. Müəllim də gülümsünüb dedi: Hə, uşaqlar, bugünkü dərsimiz bir qədər fərqli olacaq. Məncə həm öyrənəcək, həm də əylənəcəksiniz. Bu söz şagirdlərin ürəyincə oldu. Onsuz da onlar öyrəşmişdilər ki, tarix müəllimi hər dərsi onlar üçün maraqlı etsin. Hər kəs diqqətlə Cəfər müəllimi dinləyirdi. Hə dostlar, bugün biraz ənənəvi dərsdən kənara çıxacağıq. Bugün muzeyləri gəzəcəyik. Uşaqların təəccüblə ona baxdığını görüb gülümsədi. Hə, ürəyimiz hansı muzeyi istəsə, ora da gedəcəyik. Amma yuxuda yox ha, həqiqətdə. Elçin əlini qaldırdı. Müəllim, düzdür, bizə dünyadakı muzeylər haqqında danışmısınız, biz də öyrənmişik. Amma necə gəzəcəyik, onu başa düşmədim. Digər şagirdlər də Elçinin sözlərini təsdiq elədilər. Cəfər müəllim yumru eynəyini çıxarıb masanın üstünə qoydu. Hə, uşaqlar, düzdür, biz dünyadakı muzeylər haqqında danışmışıq. O ki qaldı oralara səyahətə, o da olacaq. Amma bir şey var, biz muzeylərə getməyəcəyik, muzeylər bura gələcək. Cəfər müəllim masanın üstündəki qutuları açıb, içindən böyük eynəyə bənzər cihazlar çıxartdı. Amma bu eynək deyildi, çünki onların şüşəsi yox idi. Cəfər müəllim onlardan birini götürüb izah etməyə başladı. Uşaqlar, əlimdə gördüyünüz cihazın adı virtual reallıq eynəyidir. Qısaca VR adlanır. Yəqin haqqında eşitmisiniz. VR-ı telefona qoşandan sonra istədiyiniz məkana virtual səyahət eləyə bilərsiniz. Bugün biz sizlə muzeylərə gedəcəyik. Kim hansı muzeyi gəzmək istəsə, bax bu VR-la edə bilər. Yenə Elçin ayağa qalxdı. Müəllim, mən gəlim birinci? Olar, Cəfər müəllim deyib əlavə elədi. 3 VR gətirmişəm. Elçindən başqa da 2 nəfər gəlsin. Kim istəyir? Hə, sən, Səma, bir də sən, Həsən, gəlin. Uşaqlar, hamınız VR-dan istifadə eləyəcəksiniz, narahat olmayın. Elçin, Səma və Həsən lövhəyə çıxdılar. Cəfər müəllim əvvəlcə VR-ı Elçinin başına keçirib, ondan hansı muzeyə getmək istədiyini soruşdu. Mən Florensiyaya, Uffizi muzeyinə getmək istəyirəm. Siz demişdiniz ki, Şah İsmayıl Səfəvi ilə oğlu Şah Təhmasib Səfəvinin portretləri oradadır. Bəli, Cəfər müəllim təsdiqlədi. Onda səni virtual olaraq Uffizi qalereyasına yollayaq. Cəfər müəllim hər şeyi tənzimləyəndən sonra smartfonun düyməsini sıxdı. VR Elçinin gözlərini bağlasa da üzünü görmək olurdu. O heyrətlənmişdi, fikirlərini hamı ilə bölüşdü. Hə, müəllim, mən hal-hazırda muzeydəyim. Budur, gəzirəm muzeyin içində. İlahi, bura necə gözəldir. Elçin muzeyi bir xeyli virtual səyahət edib, nəhayət istədiyi portretlərin qarşısında dayanır. Müəllim, tapdım. İndi Şah İsmayılla Şah Təhmasibin portretlərinin qarşısındayam. Möhtəşəmdir. Hə, əla. Sən o muzeyi gəz, mən də Səma ilə Həsənin VR-ını qoşum. Cəfər müəllim onların VR-larını taxandan sonra soruşdu. Bəs siz hansı muzeylərə getmək istəyirsiniz? Səma dedi. Müəllim, mən fizikanı çox sevirəm. Kosmosla maraqlanıram. Mən Amerikanın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin, yəni NASA-nın sərgi salonuna səyahət eləmək istərdim. Cəfər müəllim Səmanın istədiyi muzeyi axtarıb tapdı. Səma bir anda özünü həmin sərginin içində hiss elədi. Səma öz istədiyi sərgi salonunu gəzsin. Həsən, bəs sən hara səyahət eləyəcəksən? Müəllim, mən Türkiyəyə, Topqapı muzeyini gəzmək istəyirəm. Maraqlı seçimdir. Cəfər müəllim Həsəni də virtual olaraq Topqapı sarayına göndərdi.
Elçin, Səma və Həsən VR-la öz siniflərindən birbaşa dünyanın müxtəlif ölkələrinə, oranın mühüm muzeylərinə səyahət etdilər. Muzey gəzintisi başa çatdı. Demək olar ki, bütün sinif müxtəlif muzeylərə getdi. Müəllim uşaqlardan nə hiss etdiklərini soruşdu. Elçin dedi: "Mən öz şah babamızı yaxından gördüm. Bu başqa bir hiss idi. Sanki öz tarixi kökümüzlə üz-üzə dayanmışdım." Səma öz fikrini söylədi. Mən NASA muzeyində çoxlu kosmik eksponatlar gördüm. Ən xoşuma gələnsə Hubble teleskopu ilə bağlı olan hissi oldu. Bilirsiniz, bu teleskop 1990-cı ildə orbitə buraxılıb. Bugünə kimi kainatda 1,6 milyondan çox müşahidə aparıb. Mən dünyamızdan 13 milyard işıq ili uzaqlıqda olan galaktika şəkillərini gördüm. Çox xoşuma gəldi. Uşaqlardan biri heyrətlə soruşdu. 13 milyard işıq ili? Bir işıq ili 10 trilyon kilometrdirsə, deməli 13 milyardı 10 trilyona vursaq, yəni kainat o qədər böyükdür. Müəllim gülümsəyərək dedi. Hə, bəs necə? Hələ Hubble 34 ilə o qədər çəkə bilib. Çəkdikləri kainatın həqiqi böyüklüyünün yanında bir nöqtədir. Bəs sən, Həsən? Müəllim, mən Topqapı Sarayını demək olar ki, gəzdim. Ən mistik yer müqəddəs əmanətlərin qorunub saxlanıldığı bölməkdir. Orada qəribə bir ovqat var idi, çox bəyəndim. Daha sonra Nadir Şahın qılıncını gördüm. Çox maraqlı idi. Kənan ayağa qalxdı. Müəllim, mən Avropada bir çox muzeylər gəzdim. Mənə qəribə gələn o oldu ki, bizə aid tarixi eksponatlar niyə onların muzeylərindədir? Biz öz tariximizə sahib çıxmalıyıq. Doğru deyirsən, Kənan. Biz bugün o muzeylərdəkini geri gətirə bilməsək də, öz tariximizi dərindən bilməliyik. Cəfər müəllim VR-ları öz qutularına qoyub, üzünü şagirdlərə tutdu. Bir də muzeylər məncə bizə tamam başqa informasiya verir. Buna da diqqət eləməlisiniz. Uşaqlar, fikir verdinizmi, muzeylər necə qorunur? Şagirdlər bir ağızdan bəli dedilər. Baxın, bu muzeydə olanların hər biri insanların əsəridir. İnsanlara məxsusdur. Düzdür, dəyərlidir. Mühümdür, onları qorumaq lazımdır. Dəyərlərini bilmək lazımdır. Nə yaxşı ki, bunu eləyirik. İndi dünyamıza nəzər salaq. Dünyamızı da muzeylər kimi qoruya bilirikmi? Dünyamıza da muzeylərdəki rəsm əsərləri, 500 illik kitablar, tarixi eksponatlar kimi dəyər veririkmi? Məncə yox. Cəfər müəllim eynəyini gözünə taxıb bir anlıq susdu. Deyəcəklərini götür-qoy eləyib davam elədi. Bugün dünyanın su ehtiyatı azalır. Havanın çirkliliyi sürətlə artır. Meşələr qırılır. Bu da dünyada həm oksigenin balansının pozulmasına, həm də yaşamağa əlverişsiz səhraların yaranmasına səbəb olur. Dənizlərə axıdılan çirkab suları və plastik tullantılar su heyvanlarının məhvinə səbəb olur. Əgər muzeydə insanın çəkdiyi bir rəsm əsərinə bu qədər dəyər verə biliriksə, bizə qarşılıqsız bəxş olunmuş bu dünyaya da eyni dəyəri verə bilərik. Axı biz bu dünyada yaşayırıq. Bu dünya hər birimizin evidir, uşaqlar. Evimizi necə səliqəli saxlayırıqsa, muzeyləri necə mühafizə ediriksə, dünyamıza da o cür yanaşmalıyıq. Zəng vuruldu. Cəfər müəllim uşaqlarla sağollaşıb sinifdən çıxdı. Məktəbin pilləkənlərindən düşüb aramla addımladı. Qəfildən narın yağış yağmağa başladı. Cəfər müəllim başını göyə qaldırdı. Yağış damlaları onun eynəyinin şüşəsinə, üzünə, alnına düşürdü. Cəfər müəllim göy üzünə təbəssümlə baxıb öz-özünə pıçıldadı. Biz dünyamızı qorumağa çalışsaq, bütün təbiət bizə kömək eləyəcək. Hekayənin sonu. Hekayənin müəllifi Pərviz Seyidli. Hekayəni sizin üçün biz oxuduq. Mən Kamal Yaşar və mənim həmkarım Təranə Ocaqverdiyeva. Özünüzü də, təbiəti də qoruyun, əziz balalar.